M4'ü satıram ili 2019'da, qiyməti də 42.000 dollara. Maşını da gedib yoxlasaq görəcəksiniz ki, maşın neçəyə udulub, yəni Copartdan. Yəni sizə belə deyim ki, 37.000 dolları yerində alınıb maşın, bütün xərclər daxil. Hələ bunun rastamoşkası var, gəlib yığılmağı var, 1000 dənə xərci var maşının. Ki maşın da disk zədəsi ilə gəlib Azərbaycana. Gəlin indi sizə göstərim ki, bu maşında nələr eləmişik və nələr əlavə eləmişik. Gəl. Disk zədəsi ilə gəldiyi üçün yeni M4 diskləri qoyulub maşının üstünə, qaranın 7-ci qatında vurmuşuq üstünə. Spacer qurlaşdırılıb maşının üstünə və maşında Krugovoy orijinal karbon liplərdən istifadə olunub. CS angellərimiz də öz yerindədir və maşının da görünüşü belədir. Maşını da biraz aski sistemini aşağı salmışıq, amma purjun kəsib, pres verib, nə bilim belə şeylər eləməmişik. HR'nin orijinal sport purjunlarını istifadə eləmişik ki, maşının komfortu itməsin. Karbon spoiler, karbon diffuser və CS qazanlar qoymuşuq maşının üstünə və karbon qurşitel başlıqları. Bunların heç biri aquaprint deyil. Yaxından göstərərsən ilan dərisinə oxşayır bu karbonlar. İnteriyer karbon və üzərində çox möhtəşəm bir ambiyans da yığmışıq. Çox gözəl görsəniz, Orxan sağ olsun. Harman səs sistemi, 3 knopka, head-up, oturacaqların isidilməsi. Sükanı da Yusif sağ olsun, qəşəng alikantarını yeniləyib, tikişləri hamısı xətkeş kimi öz yerindədir və avtomobilimizdə qəti olaraq heç bir problem tapa bilmərsiniz. İdeal bir təkliflə bugün sizin qarşınıza çıxmışam. Maşınlar həmişə ideal olub, bu da öz maşınımız olub. Hal-hazırda biraz sürdük, dincəldik. İndi mərhələni dəyişmək istəyirik. Ona görə də maşınımızı satışa çıxartmışıq və nömrə verilmir maşının üstündə. Nömrə inşallah növbəti bir M63 RS, nə bilim, Allah verəndən nə desə, onun üstünə gedəcək. Ona görə də maşınımız satışdadır. İstədiyiniz yerdə aparıb yoxlatdıra bilərsiniz. Bir M4 almaq istəsən, 3 ay gözləmirsən, nə bilim, düzəldim, yığım hazır buradadır. 42.000 dolları gəl götür apar.